Cəlilabadlılar. Cəlilabadın yeni massivində bazara yaxın 9 nömrəyə yaxın ərazidə 4 sotun üzərində tikilmiş 15 yarımın 11 yarıma 2 mərtəbəli həyət evi satılır. Təmirsizdir, korobka qurulub, üstü bağlanıb evin. Ətraflı həyətimizi göstərək. Əziz izləyicilər, bizim evimizin birinci mərtəbəsi ümumi 4 otaqdır. 3 yataq otağı, 1 qonaq otağı, mətbəx, bir də koridor, dəhliz, Azərbaycan desək. İkinci mərtəbə isə 3 otaqdır. 2 yataq otağı, 1 qonaq otağı və mətbəx ikinci mərtəbədə də var. Sanitar qovşağı ikinci mərtəbədə və hamam ikinci mərtəbədə var. Keçək ətraflı evimizin içini göstərək. Evimizin mətbəxi, birinci mərtəbə mətbəxi buradır. İkinci otağımız. Burada üçüncü otağımızdır. Üçüncü otağımız. Dördüncü otağımızdır bura. Bura isə zalımızdır. Keçək ikinci mərtəbəyə. Bura ikinci mərtəbəyə çıxışdır. Girəcəkdə ikinci mərtəbədə, koridorda sanitar qovşağı və hamamdır. Göstərək elə girişdə sanitar qovşağı və hamamı. Üzbəyiz sanitar qovşağıdır. Solunda isə 2 otaqlı hamamdır. Geyim otağı və hamam. Keçək evin içərisinə. Birinci salonumuzu göstərək. Evin tikişinə söz olanməz. Fundamenti, kolonu, kəmərləri yerində. İkinci otaq. Bura üçüncü otaqdır. Mətbəxdir bura yəni. 3 otaq yuxarıdadır, bir mətbəxdir. Durduğum yerdə böyük yataq otağıdır, spalnidir. Ehtiyatlı yıxılarsan başımıza daş düşər. Deməli, evimizin tikişi həqiqətən möhkəm tikilidir. Göstərə bilərsən, ətraflı 2 qat daşla tikilib. Kərpic ikinci mərtəbəsi, birinci mərtəbəsi isə daşdır 2 qat. Ortalar bir daşla bölünüb. Kolonlu kəmər göstərək. İkinci mərtəbədə kəmər gedib. Bana basılmayıb, videoda tam izlədiniz. Qiyməti çox münasibdir. Qiyməti 45.000 manatdır, razılaşım olar. Sənədlər qaydasındadır. Kim istəyərsə 050 629 67 57 nömrəsində saxlasın, ətraflı məlumat alsın, qayd edin, paylaşın, videomuz ətrafa yayılsın. Kimin imkanı varsa linkimizi paylaşsın. Göstər birinci mərtəbənin 2 qat daşınca olmağı. Çox möhkəm tikili evdir.